Bugünkü pasiyentimiz uzun müddət süd bəzisi ilə bağlı narahatçılıqlar keçirdi. Bu xanımın ən gənc yaşından etibarən başlayıb. Pasiyentimizin neçə övladı var? 2 övladı var, amma bir neçə dəfədə uğursuz hamiləlikləri olub. Bu fonda da hər dəfə süd vəzlərində narahatlıq yaşanıb, müalicələr alıb və s. Nəticə olaraq uzun müddətli aldığı müalicələrin nəticəsi olmadığına görə pasiyent bizə cərrahi əməliyyat üçün müraciət edib. Nesil şikayətləriniz deyil? Müddətli mən süd vəznindən əziyyət çəkirəm. Müalicələr götürmüşəm. Hər dəfə də müalicənin demək olar ki, nəticəsi də olub da, olmayıb da. Artıq uzun müddətli bu xəstədə əziyyət çəkdiyimə görə, sinəmdə sallanma olduğuna görə belə qərara gəldi ki, Gülər xanıma doktora müraciət edeyim. Həm içindəki kislaları təmizləsin, həm də kiçik. Bir dənə söz deyim sizə. Bu neçə illər ki, problemlər yaranıb süd vəzində. O fonda mı döşünüz get-gedə böyüyüb, yoxsa əvvəldən? Yox, qız vaxtdan belə böyüdü. Süd verəndən sonra daha da artdı. Daha da artdı. Sinəm böyüdü. Böyüdü, amma sonradan biraz daha böyüdü. Uşaqlara hərəsə 2 süd vermişim. Tamam, tamam. Bəs belə deyim də, bu böyüklüyün sizə nə kimi narahatlıq deyim ki, belimə ağırlıq verir, boynuma ağırlıq verir, qollarıma ağırlıq verir. Mənə demək ki, əziyyət verir də, demək ki, bunlar ki. Tamam, bəs qaşıma falan varmı dərinin altında? Məsəl üçün, sağlıqlı tütüşən yerlərdə. Arada olur, məsələn, buzu qaldır. Məsələn, yayda qızartı olur, sıx buzu qaldır. Bizim məqsəd odur ki, deməli, süd vəzisinin ultrasəs müayinəsi zamanında hər iki süd vəzisində axar-daxil papilloma təsdiqlənib və süd vəzindən də qanlı qarışıq çirkli ifrazat gəlir. Məqsəd bu axarları və bu problemləri təmizləməkdir. Üstəgəl eyni prosedurun daxilində həm də süd vəzini kiçildəcək.